Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammedin ve ala alihi tahirin ve ashabihi ecmain. Esselamu aleyküm ve rahmetullah. Aziz ve değerli izleyicilerimiz, sizinle öten dersimizden itibaren İmam Tehavi'nin İslam əqidəsiyle bağlı yazmış olduğu Əqidə Risaləsini oxumağa başlamışdıq. Bugünkü dərsimizdə də yenə İmam Tehavi'nin Əqidə Risaləsini oxumağa davam edəcəyik. Yeni dərsimizə keçmədən öncə ötən dərsimizdə oxumuş olduğumuz maddələrə qısaca olaraq toxunaraq xatırlamağa çalışaq. İlk dərsimizdə oxumuş olduğumuz maddələrdə dedik ki, şübhəsiz ki Allah birdir, onun heç bir şəriki yoxdur. Ona bənzər heç bir şey yoxdur. Onu aciz qoyacaq heç bir şey yoxdur. Ondan başqa heç bir ilah yoxdur. O, başlanğıcı olmayan əzəlidir və sonu olmayan əbədidir. O nə fani olar, nə də yox olmaz, yalnız onun istədiyi olar. Nə xəyallar onu əhatə edə bilər, nə də ağıllar onu qavraya bilməz. O, yaradılanlara bənzəməz, o, həydir, yəni diridir, ölməz, qəyyumdur, məxluqatını fasiləsiz idarə edəndir, yatmaz, heç bir ehtiyacı olmadan xaliqdir, yəni yaradandır, heç bir çətinlik çəkmədən də ruzi verəndir. Heç bir qorxu duymadan öldürəndir, yəni mumitdir, heç bir məşəqqət çəkmədən də dirildəndir, yəni baisdir. İndi isə yeni dərsimizə ötən dərsdə qaldığımız yerdən davam edirik. İmam Tehavi 13-cü maddədə belə deyir. Mə zələ, zail olmadı, yəni daim var idi, sifətihi, sifətləri ilə qədimən, qədim olaraq. Yəni Allah Azze və Cəllə sifətləri ilə qədim olaraq daim vardı. Qablə xalqihim, nə zaman? Məxluqatını yaratmadan öncə də Allah Azze və Cəllə qədim olan sifətləri ilə bərabər daim vardı. Ləm yəzdəd, artmadı, ziyadələşmədi, bi kəvnihim, məxluqatın olması ilə şeyən bir şey, yəni Allahın sifətlərində məxluqatın olması ilə bərabər heç bir şey artmadı, heç bir şey ziyadələşmədi. Ləm yəkun, o şey ki, o şey nədir? Ləm yəkun, yoxdur, qabləhum, yəni məxluqatdan öncə, min sifətihi, hər hansısa bir sifətində məxluqatını yaratmadan öncə mövcud olmayan bir şey, məxluqatını yaratdıqdan sonra ziyadələşmiş olmadı, yəni artmış olmadı. Və kəmə kənə bi sifətihi əzəliyyən. Və kəmə kənə, necə ki, sifətləri ilə idi, bi sifətihi əzəliyyən, nə idi? Sifətləri ilə əzəli idi. Kəzəlikə, eyni şəkildə, lə yəzəlu, yox olmaz, aleyhə, sifətləri ilə, əbədiyyən, sifətləri ilə əzəli olduğu kimi, əbədi olaraq da sifətləri ilə bərabər, daim, qalıcıdır, yox olmaz. Bir digər maddəmizdə, leysə bə'də xalqil xalqi, istəfədə isməl xaliqi. Leysə bə'də deyildi, bə'də xalqil xalqi. Yaradılmışları, yəni məxluqatı yaratdıqdan sonra istəfədə qazanmış isməl xaliqi. Xaliq ismini Allah Azze və Cəllə məxluqatını yaratdıqdan sonra qazanmış deyilmir. Yəni, uca Allah yaradılmış məxluqatı yaratmadan öncə də Xaliq isminə sahibdir.
وَلَا بِإِحْدَاسِ الْبَرِيَّةِ اِسْتَفَادَ اسْمَ الْبَارِ. وَلَا بِإِحْدَاسِ yoktan var etmesi sebebiyle, yani məxluqatını yoktan var etmesi sebebiyle, el-beriyyeti, buna canlıları da deyə bilərik, canlıları yoktan var etmesi sebebiyle yenə olmadı, istəfədə qazanmış olmadı. Nəyi? İsməl bəri, bari ismini canlıları yoktan var etməklə qazanmış olmadı. Yəni hələ canlılar var olmamışdan öncə də Allah Azze və Cəllə El-Bari isminə sahibdir. Ləhu mə'nər rububiyyəti. Ləhu Allah üçün vardır. Mə'nər rububiyyəti Rəbb olma vəsfi vardır. Və lə mərbubun Rəbbi olacağı varlıqlar. Mərbublar yox ikən də uca Allahın Rəbb olma vəsfi vardır. Və mə'nəl xaliqi yaradıcı olma vəsfi vardır. Və lə məxluqun məxluqat olmadan öncə də Allahın xaliq vəsfi, sifəti vardır. Və kəmə ənəhu muhyil məvtə. Və kəmə ənəhu necə ki o muhyil məvtə ölüləri dirildəndir. Bə'dəmə əhyə onlara can verdikdən sonra. Yəni uca Allah məxluqata can verdikdən sonra onları öldürüb və sonra təkrar dirildəndir. İstəhəqqa həzəl ismə qablə ihyəihim. İstəhəqqa layiqdir həzəl ismə bu ismə qablə ihyəihim, yəni ölüləri diriltmədən öncə də, onları var etmədən öncə də, daha doğrusu qablə ihyəihim, onları var etmədən öncə də Allah Azze və Cəllə bu ismə layiq idi. Kəzəlikə isməl xaliqi, eyni şəkildə layiq idi. İsməl xaliqi, xaliq isminə layiqdir. Nə zaman? Qablə inşaihim, varlıqları, canlıları inşa etmədən öncə də uca Allah xaliq isminə sahibdir. Kəzəlikə bi'ənəhu, kəzəlikə buna görədir ki, bi'ənəhu o alə kulli şeyin qadirun, hər şeyə qadirdir, hər şeyə gücü yetəndir. Və kullə şeyin iləyhi fəqirun, və hər şey, və kullə şeyin iləyhi, iləyhi ona, fəqirun möhtazdırlar, möhtazdır və hər şey ona möhtazdır. Və kullə əmrin aleyhi yəsirun, və kullə əmrin, hər iş, aleyhi, Allaha yəsirun asandır. Lə yəhtacu, möhtaz deyildir, ilə şeyin, bir şeyə möhtaz deyildir. Yəni, uca Allahın məxluqatını yaratması, onun bu şeylərə ehtiyac duyması səbəbilə deyil, tam tərsi, bütün yaradılan məxluqlar var olma yönündən etibarən hər şeyi ilə Allaha möhtazdırlar. Uca Allah isə heç bir şeyə möhtac deyil. Necə ki, Şura surəsinin 11-ci ayəsindən İmam Təhavi örnək verərək davam edir. Leysə kəmislihi şeyun. Onun bənzəri bir şey yoxdur. Və huvəs-səmi'ul basir. O eşidəndir, görəndir. İmam Təhavi 20-ci maddədə davam edir. Xalaqal xalqa bi'ilmihi. Xalaqa yarattı. Nəyi? Əl-xalqa. Yəni, xalaqal məxluqati də deyə bilərik buna.
Allah Azze ve Celle məxluqatını yaratdı bi ilmihi, elmi ilə. Bu elm əzəli olan elmdir. Yəni, uca Allah məxluqatı elmi ilə yaratdı. Və qaddara və müəyyən etdi ləhum onlar üçün əqdarən, müəyyən etdi onlar üçün əqdaran qədərlər müəyyən etdi. Və darabə ləhum əcələn və darabə təyin etdi ləhum onlar üçün əcələn əcəllər təyin etdi. Və ləm yəxfə aleyhi şeyun qablə ən yaxluqəhum. Və ləm yəxfə gizli deyildir aleyhi Allaha şeyun bir şey qablə ən yaxluqəhum onları yaratmadan, yəni məxluqatını yaratmadan öncə Allaha heç bir şey gizli deyildir. Yəni uca Allah məxluqatını yaratmadan öncə də onların nə edəcəklərini öncədən bilirdi. Və alimə bildi mə o şeyi ki, hum onlar yəni məxluqat amilunə qablə ən yaxluqahum amilunə işləyirlər, işləyəcəklər qablə ən yaxluqahum yaratmadan öncə Allah Azze və Cəllə məxluqatın işləyəcəyi şeyləri də öncədən bildi. Və əmərəhum onlara əmr etdi bitaətihi və əmərəhum bitaətihi onlara itaəti əmr etdi. Onlara özünə itaət etmələrini əmr etdi. Və nəhəhum onları nəhy etdi. Yəni onlara qadağa etdi ən məsiyyətihi özünə asi olmağı, üsyan etməyi nəhy etdi. Beləcə növbəti dərsimizin sonuna da gəldik. Önümüzdəki dərslərdə görüşmək ümidi ilə. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə seyyidina Muhammedin və alə alihi və əshabihi əcmain.